xeyir, dəyərli izləyicilər, möhtəşəm bir mənzillə, eksklüziv bir mənzillə qarşınızdayıq. 28 may metrosunun düz yanından salamlayırıq sizi. Metro ilə üzbəüz bu ərazinin ən premium binalarından olan 28 Park Rezidensidə 9-cu mərtəbədə dənizə, bulvar istiqamətinə və şəhərə möhtəşəm panoraması olan və təmiz daxili sahəsi 137 kvadrat olan başqa binaların 150 kvadratları ilə müqayisə edə bilərsiniz. Möhtəşəm təmirli, premium brend firmalarının inşaat materiallarından istifadə edilərək tam təmir edilmiş və tam əşya texnika yerləşmə edilmiş bir mənzil təqdim edəcəyik sizə. Giriş qapımızı görməkdəsiniz. Giriş qapısından girdikdə sağda belə bir nəhəng tam boy gömmə qarderobdan istifadə edilib. Əla teksturalı membran panellərdən, xol boyu qranitli döşəmədən istifadə edilib. Və giriş qapısından solda belə bir dresuar və dekorativ hissə yaradılıb əlavə olaraq. Burada mənzilin ikinci yataq otağı yerləşir. Daha sonra mətbəx, burada qonaq otağı. Burada əsas sanuzel, daha sonra camaşır otağı, burada isə əsas yataq otağı yerləşir. Daxilində ayrıca olaraq sanuzellə. İlk öncə başlayacağım qonaq otağından, ardınca bütün otaqları təqdim edəcəm sizə. Hal-hazırda bazarda satışda olan ən möhtəşəm mənzillərdən biri, bəlkə də birincisidir. Qaçırmamanızı tövsiyə edirik bu mənzili. Möhtəşəmliyini görürsünüz qonaq otağının. 30 kvadrat ölçüdə bir qonaq otağı var və əla dekora edilib. Ümumi lüks modern tərzi var mənzilin. Bütün otaqlarda bu konsept davam elətdirilib. Təmir zamanı bir daha qeyd edirəm, olduqca premium və bahalı inşaat materiallarından istifadə edilib. Belə bir nəhəng tristent yığılıb qonaq otağına. Membran panellərdən və qara şüşə konseptdən son dövrlərin dəbinə uyğun və Türkiyə istehsalı yumşaq mebel dəsti olduqca zövqlə seçilib və yerləşdirilib bura. 8 nəfərlik bir yemək masası. Hər şey düşünülüb, əşya planlaması tam olaraq ideal həyata keçirilib bütün otaqlarda. Mənzildə divar kağızı və yaxud emulsiyalardan istifadə edilməyib. Dekorativ boya növü olan venesiyankalardan, qumlu və məxməri teksturalardan istifadə edilib. Mətbəxin gözəlliyini görürsünüz. Yəni ümumi konsept burada da davam edir və tam texnika yerləşiminə qədər hər şey düşünülüb, edilib. Bütün otaqlarda AUX markalı kondisionerlər yerləşdirilib. Mətbəx texnikası boş markalı soyuducu, mikrovalnovka soba, belə bir keramik qaz, gizli aspirator və boş markalı qab-yuyana qədər hər şey yerləşdirilib. Mətbəx mebelinin üzəri mərmərlə, süni mərmərlə işlənib, sinəli hissəsi ilə birlikdə və 4 nəfərlik əla bir mətbəx masası, ümumi dizayna uyğun və belə bir dekorativ hissə, TV yerləşən hissə əla dekora edilib. Gördüyünüz kimi bura işıqlandırmalar, membran panellər, dekorativ ot örtükləri ilə olduqca gözəl görüntülər çıxarılıb ortaya. İndi isə əsas yataq otağını təqdim edəcəm sizə. Otaqların döşəməsində xol və mətbəxdən fərqli olaraq əla növ bambuq parketdən istifadə edilib və ingilis yolkası şəklində vurulub bu. Əsas yataq otağının da gözəlliyini görürsünüz. Yəni burada tam əşya yerləşimi ilə təchiz edilmiş vəziyyətdədir. Belə bir böyük ölçülü make-up. Yataq arxalığı mərmər effekti ilə işlənib. Tumba üzərləri, gömmə qarderobu, TV altlığına qədər hər şey nəzərə alınıb və yerləşdirilib bu otaqda da. Kondisioner yerləşimi burada edilib. Daxilində ayrıca olaraq sanuzeli də var buranın. Kifayət qədər geniş və tam aksesuar yerləşimi edilmiş sanuzeldir. İkinci bir duş kabin, böyük ölçülü moydadır. Suşulkaya qədər hər şey quraşdırılıb gördüyünüz kimi. İndi isə camaşır otağını təqdim edeyim sizə. Burada da tam mebel yerləşimi edilib və Samsung markalı bir paltaryana qədər 8 kiloqramlıq quraşdırılmış vəziyyətdədir. Burada isə mənzilin ümumi sanuzeli yerləşir. Buranı da çox gözəl tərtib ediblər. Böyük ölçülü 1.20'lik bir moydadır. Yine böyük ölçülü bir duş kabin
unitaz üzərinin nişalara qədər hər şey əla bəzədilib. Son olaraq ikinci yataq otağını təqdim edeyim sizə. Burada da tam əşya yerləşimini görürsünüz, gözəlliyini görürsünüz bu otağında. Make-up yerləşimi, böyük həcmli bir yataq dəsti, yataq üzəri əla trafaret teksturalarla əla bəzədilib. Olduqca gözəl işlər görüblər. Həm təmir zamanı, həm əşya yerləşimi zamanı və bu otağın da ikinci yataq otağında bir üstünlüyü daxilində qardirob otağının olmasıdır. Və burada mebellər təchiz edilmiş vəziyyətdədir. Belə, mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdım sizə. Mənzilimiz bu ərazinin ən premium binasında, Nəsimi rayonunda, 28 may metrosunun düz çıxışında. Hər 3 yataq otağından şəhərə və dənizə əla panoraması olan bir proyektdə və premium bir binada yerləşir. 9-cu mərtəbədədir, 16 mərtəbəli yeni tikilinin 9-cu mərtəbəsindədir. 137 kvadrat təmiz daxili sahəsidir mənzilin və mənzildə təmirdən sonra yaşayış olmayıb, olduqca premium və möhtəşəm bir təmiri var və mənzilimizə start olaraq tam əşyalı, texnikalı təyin edilən qiymət 560.000 manatdır. Real alıcılara indirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Biz izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, Reka.